Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump administrasiyası xarici tələbələrə qarşı yeni və sərt qərar tətbiq edib. Qərara əsasən Amerika Birləşmiş Ştatları universitetlərinə, o cümlədən Harvard, MIT və Stanford kimi aparıcı ali məktəblərə xarici tələbə qəbuluna müvəqqəti qadağa qoyulub. Ölkəyə qeyri-qanuni girişin təhsillə maskalanmış formada həyata keçirilməsinin qarşısını almaq lazımdır deyə Ağ Evin rəhbəri qərarını belə əsaslandırıb. Trump administrasiyası Harvardın antisemitizmə qarşı tədbirlər görməməsi və Çin Kommunist Partiyası ilə əlaqələr kimi iddialarla universitetin tələbə proqramını ləğv edib. Yeni qərar hal-hazırda Amerika Birləşmiş Ştatlarında təhsil alan xarici tələbələrin statusunu da təhlükə altına qoyur. Dərsləri distant və ya qismən məsafədən davam etdirən F1 vizası olan tələbələr ölkədən çıxarılma riski ilə üz-üzə qala bilərlər. Harvard Universitetinin prezidenti mətbuata açıqlamasında bildirib ki, qərar yalnız ali məktəblərin elmi və akademik azadlığına deyil, həm də Amerika Birləşmiş Ştatlarının qlobal təhsil liderliyinə ağır zərbədir. Onlarla universitet artıq Trump administrasiyasına qarşı federal məhkəmədə iddia qaldırmağa hazırlaşır. Ekspertlər bu qərarın Amerika Birləşmiş Ştatları iqtisadiyyatına da təsir göstərəcəyini bildirirlər. Çünki xarici tələbələr hər il milyardlarla dollar dəyərində təhsil və yaşayış xərcləri ilə ölkəyə töhfə verirlər. Təhsil hüququ üzrə təşkilatlar və miqrasiya vəkilləri əcnəbi tələbələrə viza statuslarını yoxlamağı, universitet administrasiyası ilə əlaqədə qalmağı və rəsmi bildiriş gəlmədən ölkəni tərk etməməyi tövsiyə edirlər.